əvəz olunmayan günlərdir. Bu günlərin qədrin gərək hər birimiz bilək. Həm mübarək cümə günüdür, həm də ki, Rəcəb ayının cümə günüdür. Bunların hər birinin üstünlüyü var, fəziləti var ki, insan dünyada bunların qədrini bilməlidir, dəyərini bilməlidir. Allah rəhmət eləsin, Şeyx Səduq Fəzailul Əşhuris Səlasə kitabında gətirir, deyir ki, 3 ayın fəzilətləri adlı kitabıdır. Orada gətirir, deyir ki, qiyamət günü nida olunacaq. Hardadır Rəcəbiyyun, yəni Rəcəb ayının ibadətlərini eləyən? Hardadır Rəcəb ayının ehtiramını gözləyənlər? Hardadır Rəcəb ayında oruç tutanlar? Rəcəb ayında sədəqə verənlər? Bu başqa heç bir ay barədə bu söz gəlməyib. Baxmayaraq ki, Ramazan ayı kimi üstün ay yoxdur, ayların ən üstünü Həzrəti Peyğəmbər sallallahu Şabaniyyə xutbəsində buyurur. Ayların ən üstünü gəlir, yəni mübarək Ramazan ayı. Onun günləri ən üstün günlərdir, gecələri ən üstün gecələrdir. Qədr gecəsi elə bir gecədir ki, 1000 aydan üstündür, əfzəldir, amma Ramazan ayı barəsində belə bir cümlə gəlməyib. Hardadır Rəcəbiyyun? Hardadır Rəcəb ayının ehtiramını gözləyənlər və saxlayanlar, hörmətini saxlayanlar? Buyurur ki, həmən insanlar gələndə Allah onlara xüsusi hörmət eləyəcək və mələklərə göstəriş verəcək ki, minlərlə mələklər onları dövrüyə alsın, onların, mələklərin əhatə dairəsində gəlsinlər, behiştə daxil olsunlar, həmin bu Rəcəb ayının ibadətlərini eləyənlər.